Salam, hər vaxtın xeyir, mən Toğrul Əzzov, karyera məsləhətçisi. Karyera məsləhətçisi kimdir? Karyera məsləhətçisi iş axtaranlara, iş axtarışında dəstək olan şəxsi deyilir. Sizə görə iş axtarıcısınızsa, iş axtarışınızda özəl dəstək verə bilərəm. Bu dəstəkdən yararlanmaq üçünsə mənimlə əlaqəyə keçə bilərsiniz. Yoldaşlar, bugün 16 mart 2025 tarixidir və mən bu günləri üçün olan ən yeni iş elanları ilə qarşınızdayım. Əlbəttə ki, bazar günü olduğuna görə iş elanları da təbii olaraq azdır, amma yoxdur deyil. Deməli, müəllim köməkçi işi var. Möcüzələrə müəllimizə inkişaf mərkəzində yoldaşlar. 20-45 yaşlı xanımlar üçündür. Rus dilini bilməlisiniz. Sonra bundan əlavə barista işi var. Haftoni kafedə. 500 manat maaşdır. Üstə gəl faizlər və tipləri var. Heç olmasa 4 aylıq, 6 aylıq bir iş təcrübəniz olmalıdır. İçəri şəhərdədir bu. Sonra ofis meneceri işi var. Dream Car'da yoldaşlar 500.000 manatlıq 20-30 yaşlı xanımlar üçündür. Vurğun rezidensdədir. Bundan əlavə marketoloq işi var yoldaşlar. Marketing meneceri işi var. Dream Car'da həmçinin. O da 500.000 manatdır. 19-30 yaşlı xanımlar üçündür. Bundan əlavə hostes işi var yoldaşlar. 18-35 yaşlı xanımlar üçün. Show Musical Hall'dadır. 600-700 manatlıq bir işdir. Rus bilginiz olmalıdır, Rus dilini bilməlisiniz və həmçinin də xoş görkəmli bir şəxs olmalısınız. İş saatı hər gün saat 2-dən axşam 11-ə qədərdir. Həftədə bir dəfə də istirahətdir. Maaş da 700-750 manat civarına qədər də ola bilir. Kassir işi var Show Musical Hall'da 400-500 manatlıq bir işdir yoldaşlar. 18-35 yaşlı xanımlar üçündür. Sonra ofisant işi var 18-35 yaşlı şəxslər üçündür yoldaşlar. İşi də öyrədirlər sizə, yəni narahat olmayın. Olivia Garden oteldədir. Bundan əlavə başqa işlər də var. Misal üçün restoran müştəri xidməti meneceri işi var. Fountains Square Restaurant'da 900-1100 manatlıq bir işdir. Bundan əlavə həmçinin Azərbaycan Dəmir Yollarında iş var. Giləsi Dartı yarım stansiyasında Dartı yarım stansiya rəisi işi var yoldaşlar. Bu sizdən 3 illik iş təcrübəsi tələb eləyir. Bundan əlavə satıcı işi var Dəri Port şirkətində. 18-30 yaşlı şəxslər üçündür. İş saatı isə günorta 4-dən axşam 10-a qədərdir. Aksesuar mağazasına lazımdır. Satıcı xanım işidir yoldaşlar. Bundan əlavə operator Rus dili üzrə var. Farmalayında 600-800 manata 23-40 yaşlı şəxslər üçündür. Rus dilini səlis bilməlisiniz. Bundan əlavə təşkilatı öyrənmə və istedadların inkişafı şöbəsində təcrübəçi işi var yoldaşlar. Full time'dır, Capital Bank'dadır. Həmçinin BB-də iş var yoldaşlar. Completion and Intervention Engineer işi var. Bundan əlavə başqa bir işdə var yoldaşlar. Bu hibrid iş rejiminə malikdir. Boltdadır. Business Development Manager işidir. Sonra administrator işi var Elva qrupda yoldaşlar. Elva Steakhouse, Elva'dadır. Bu administrator işidir. Bakı Neft Qayrılma Maşın Zavodu tərəflərində olmalıdır o iş yeri. Baş satıcı işi var yoldaşlar Global Store Holding'də. Bu isə yeni bir açılacaq Gram Store mağaza şəbəkəsi üçün lazımdır. Sonra yoldaşlar tur operatoru işi var, təcrübəli tur operatoru işi var. Fovera Choya'da satışdan da 10% komissiya verirlər. Bundan əlavə son 3 iş elanını da sizin üçün sadalayıram. Onlardan biri yoldaşlar, onu bilirəm ki, bir dəqiqə açılsın deyim. Biri Rust Developer işidir. UH Group'dadır. Ən azı 5 illik iş təcrübəniz olmalıdır. Sadə 10 dollardır ən azı. Hətta 27 dollar qədər ola bilər, qalxa bilər. Sonra sadə günü yox. Remote işdir yoldaşlar. Bundan əlavə 2 dənə iş qaldı dediyim kimi. Gəlin o 2 dənə də işi sadalayım bir dəqiqə.
Deməli bu iki işdə biri bilirəm ki, xatırlayıram ki, remote işdir. Bu remote işi də müraciət edə bilərsiniz. Ümumiyyətlə remote işlər kifayət qədər çox olur. Əlbəttə ki, ölkəmizdə az olur remote işlər, amma əgər xarici dil biliyiniz və yaxud da xüsusi bir kompüter biliyiniz varsa, siz və yaxud da xüsusi bir bacarığınız varsa, siz xarici şirkətlərlə Azərbaycanda otura-otura işləyə bilərsiniz və gözəl əmək əldə edə bilərsiniz. Misal üçün, o işlərdən biri də misal üçün qrafik dizayner işidir. Səhv hatırlamırsam bu da remote. Yox, bu remote deyil, o bir şey olmalıdır remote, sonuncu qalan. Staffline Recruitment şirkətindədir bu. Qrafik dizayner işidir yoldaşlar. Bu sonuncu iş, gəlin görək hardaydı. Bu səhv hatırlamırsam remote olmalıdır. Bəli, remotedir. Marketing mütəxəssisi işidir. Peace Global Logistics şirkətindədir yoldaşlar bu. Bu və bənzəri iş elanlarla tanış olmaq üçün yoldaşlar, ümumiyyətlə iş axtarışınıza dəstək əldə etmək üçün mənə müraciət edə bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.